Dalğalarda gizlənən ləzzət xəzinəsi. Halikarnas balıqçısı Xəzərin hüzur dolu dalğalarının sahilində özünə məxsus ləzzət macərasına sizi dəvət eləyir. Təzə balıq və müxtəlif növ dəniz məhsullarının ustalıqla hazırlandığı bu məkanda xoş anlar yaşayacağınız ziyafət sizi gözləyir. Kollektivimizin peşəkar xidməti və dəniz mənzərəsi ruhunuzu oxşayacaq. Kulinarlarımızın dadlı və keyfiyyətli məhsulları harmoniya eləyib, ənənəvi və modern ləzzətləri bir araya gətirdiyi təamlarımız sizi valeh eləyəcək. Halikarnas balıqçısı restoranı sadəcə bir yemək məkanı deyil, eyni zamanda unudulmaz anların yaşandığı doğma məkandır. Əgər siz də təbiətin və ləzzətin qüsursuz bərabərliyinə şahidlik eləmək istəyirsinizsə, Halikarnas balıqçısının qapıları üzünüzə hər zaman açıqdır. Halikarnas balıqçısı. Bugün biz poligamiyadan danışacağıq. Xatirə xanım, poligamiya nədir? Gəlin əvvəlcə bunu ayırd eləyək, sonra da növləri var. Bax, o növlərindən danışarıq. Poligamiya bir insanın birdən çox tərəfdaşla evli və yaxud da sevgili münasibətində olmağına deyilir və onun bir neçə növü var. Poliandriya bir çox həyat yoldaşı olaraq kişiyə sahib olmağıdır. Poliginiya isə bir çox həyat yoldaşının, yəni qadından ibarət olmasıdır və bunun qarışıq tipləri olur. Qarışıq tipləri deyəndə nəyi nəzərdə tutursunuz? Bu zaman həm tərəfdaşlardan, həm kişi tərəf, həm qadın tərəfin sayı çox olur. Aha. Verilişə hazırlaşarkən bir məqam diqqətimi çəkdi ki, 200 müstəqil dövlətdən 58-də poligamiya qəbul olunub və maraqlı olan nədir? İslam ölkələridir bunlar. Niyə İslam ölkələri? Düzdür, burada din adamı olsaydı, bəlkə də bir fərqli yanaşma sərgiləyərdi. Siz din adamı deyilsiniz, amma yanınıza gələn, mən bilirəm ki, xanımlar var ki, həmin xanımlar, belə deyək də, dinlə bir əlaqəsi olan adamlardır, ola bilər qapalı xanımlardır, ola bilər ki, həyat yoldaşları xəyanət edir və bir məqamda var, bax ona aydınlıq gətirək, öncə sonra bax bu suala gələk, nədir? Xəyanət və poligamiya, bunlar başqa-başqa anlayışlardırmı? Xəyanət başqadır, poligamiya başqadırmı? Belə deyə bilərik, poligamiya qanuniləşdirilmiş xəyanət sayılır. Sadəcə fərqi ondan ibarətdir ki, xəyanətdə tərəfdaşların bundan xəbəri olmur, poligamiyada isə onların icazəsi ilə baş verir bu xəyanət. Və siğə necə olur? Bax, o cür xanımlar gəlirlər yanınıza da. Siğədə də xəyanət sayılırmı? Çünki siğə edən bəylər xanımlarının xəbəri yoxdur. Bax, o xanımlar hansı hissləri yaşayıb yanınıza gəlirlər? Bir xanım üçün bir ikinci xanım olmaq, birinci xanım olmaq, hər pozisiyanın özünün mənfi cəhətləri var. Təbii ki, burada sağlam münasibətdən söz gedə bilməz. Çünki həmişə burada bir rəqabət mühiti var. Emosional olaraq qadınlarda dəyərsizlik hissi var və uşaqların da sağlam böyüməsi üçün ideal şərait sayılmır bu. Monoqam evlilik, çünki güvən əsasında qurulur, qanunla tənzimlənir. Poligamiyada isə qanun belə xanımların tərəfində adətən olmur. Onların həm hüquqi cəhətdən, həm emosional cəhətdən, həm psixi cəhətdən mənfi tərəfləri daha çoxdur. Amma bəzi müsəlman ölkələrində dediyiniz kimi, ümumiyyətlə nəyə görə müsəlman ölkələrində çoxdur? Çünki dinin icazə verdiyi üçün. Ölkələrdə adətən ya iqtisadi səbəblərdən, ya da dini səbəblərdən evlilik formaları olur. Xristianlıqda ümumiyyətlə monoqamlıq qəbul edilir və poligamiyanın heç bir forması qəbul edilmir. Yahudi dinində daha öncə poligam münasibətlər olur, lakin indi monoqamiyadır. Ancaq müsəlman dövlətlərində və xüsusən də Afrikada yerləşən müsəlman dövlətlərində var. Lakin Türkiyə və s. kimi ölkələrdə, Tunisdə müsəlman dövləti olsa da poligamiya qanunla artıq icazə verilmir. İranda, Səudiyyə Arabistanda və s. ölkələrdə hələ də qanunla poligam ailə modelləri mövcuddur. Var belə modellər. Yenə də deyirsiniz ki, orada ən çox travmanı birinci qadın yaşayır, yoxsa ikinci qadın yaşayır? Əslində, həm birinci qadınları, həm ikinci qadınları görmə şansım olub. Hərəsinin öz üstünlükləri və mənfi cəhətləri var. Nədir üstünlüklər? Birinci qadın olmaq hər zaman seçim olaraq sən artıq bir dəfə və ilk dəfə seçilmisən. Amma yenidən sənin, belə deyək də, üzərinə orada nələrsə uyğun gəlməyib.
başqa bir qadın seçilib. Amma adətən fikirləşirlər ki, ikinci qadın daha şanslıdır. Amma ikinci qadınla danışandan sonra görürsünüz ki, yox. Onun da hər zaman evdə bir böyüyü olur. Çünki ilk qadın istər-istəməz artıq orada bir belə deyək, istər məişət olaraq, istər iqtisadi olaraq bir söz haqqı olur və ikinci qadının gəlib buna əməl etməyi tələb olunur adətən. Bu da təbii ki, çətin olur qadınlar üçün və rəqabət mühitində sağlam rəqabət mühiti sayılmır. O zaman burada deyirsiniz bəzi məqamlar olur ki, ikinci qadına ehtiyac duyulur. Bax, bu məqamlar nədir? Burada problem nədə olur? Qadında nə yoxdur? Birinci qadında ki, ikinci qadına ehtiyac duyulur və yaxud da ki, belə deyək, yoxsa kişinin elə xarakterindəndir, kişilər doğuluşdan belədirlər ki, bir qadınla yetinmirlər. Burada belə demək olar ki, əslində həyatımızın bir çox sahələrində bəzən nələrsə çatışmır, biz nəyisə ehtiyac duyuruq. O zaman adətən seçimimiz ikinci bir şəxs mi olmalıdır, yoxsa həmin şəxslə münasibətimizi düzəltməyə mi çalışmalıyıq? Niyə düzəltməyə çalışmır? Kişi tərəf düzəltməyə çalışmır, yoxsa qadın biraz boş verir orada? Adətən poliqam münasibətlərdə ümumiyyətlə qadının söz haqqı olmur. Yəni, səmimi davransaq, heç bir qadın istəməz ki, kiminsə ikinci həyat yoldaşı olsun və yaxud da ki, iki həyat yoldaşından biri olsun. Fərqi yoxdur, ikidir və yaxud da üçüncüdür. Yəni, bunu məncə səmimi etiraf etməlidir. Amma bəzən müxtəlif ölkələrdə var ki, poliqamiya məhz aristokratiyanın göstəricisidir. Həmin xanımlara sərf edir maddi cəhətdən ki, belə deyək, təminatı yaxşı olan kişinin həyat yoldaşı olsunlar. Bununla da həm uşaqlarının, həm də öz gələcəklərini təmin etmiş olsunlar. Bəzi cəmiyyətlərdə, belə deyək, qədim zamanlardan danışsaq, poliqamik münasibətlər lazım olub əsasən, yəni, belə deyək, tarlanın idarə edilməsində və s. ki, bir çox xanım, bir çox işçi qüvvəsi deməkdir, bir çox uşağın bir yerdə böyüməyi deməkdir. Lakin indiki müasir cəmiyyətdən danışsaq, daha çox təbii ki, buna maddi imkanı yaxşı olan insanlar poliqamik münasibətlərə girə bilirlər. İstər qanuni, istər qanuni olmayan. Düşünürsünüz ki, bugün maddi imkanı yaxşı olanlar bu münasibətə girir. Yəni, nə çox imkanı olmayanlar birinci mən xəyanətdən danışıram. Birinci ailəsinə baxmır, uşağına baxmır, amma digərinə bütün imkanlarını, bütün xərclərini qarşılayır digərinin. Yəni, bu zaman ədalət prinsipi necə pozulur, digər qadın isə qalır bir kənarda. Ümumiyyətlə, ata olmaq sosial bir modeldir. Bu instinktiv bir şey deyil. Ana olaraq biz instinktiv olaraq uşaqlarımızı sevirik, onları qoruyuruq və gələcəklərini təmin edirik. Ata modeli isə başqa atalara baxıb öyrənirik biz adətən. Başqa atalara da baxıb öyrənəndə adətən görürlər ki, ataların biri belə davranır, biri fərqli davranır. Çünki bura instinktlər girmir. Sadəcə sosial öyrənmədir. Bəzən insan bunu öz atasından öyrənə bilər, bəzən ata modelləri olan yan qonşularından, əmisindən, dayısından və görəndə ki, cəmiyyətdə bir çox kişilərə ata olaraq nələrsə icazə verilir, təbii ki, o da bundan istifadə edəcək. Çünki təbiət olaraq həm kişi, həm qadın əslində poliqamdır. Baxın, ata modeli dediniz. Bugün atalarında qüsur görən övladlar var ki, atalarını təkrarlayırlar. Yəni, əslində analarının da atalarının etdiklərindən əzab çəkdiklərini, əziyyət çəkdiklərini görür həmin uşaq. O travma ilə böyüyür o uşaq. Niyə bəs atasının etdiyini təkrarlayır? Ata modeli axı o deyil əslində. Ata qayğıkeş olmalıdır, ata evə çörək gətirən olmalıdır, ata qadın ocaqdırsa, ata da o ocağı yandırmalıdır, qorumalıdır ki, sönməsin. Bu əsasən belə baş verir ki, adətən ata modeli uşaqlar üçün qənaətbəxş deyilsə, ya atanın tam tərsi olurlar, ya da onun tam oxşarı olurlar. Niyə? Tam tərsi olanlar adətən öz üzərində işləmiş, inkişaf eləmiş insanlardır. Amma lakin onun özünü təkrarlayan insanlar daha çox atasını bağışlamaq istəyən adamlardır. Onlar bəzən, çünki biz bir şeyi özümüz eləyəndə, bunun artıq doğrudan da doğru bir şey olduğunu, hamı tərəfindən qəbul olunduğunu düşünürük. Həmin insanlar adətən atasının səhvini təkrar edərək, atalarını şüuraltı bağışlamaq istəyirlər ki... Yəni, mən atamın etdiyini təkrarlayıram və yaxud da anamın etdiyini təkrarlayıram ki, atamı və yaxud da anamı doğru çıxarım. Bağışlayım onu. Bağışlayım nəticədə, mənə yaşatdıqlarına görə. Və nəticədə nə atasını bağışlayır, sonra da onu öz uşaqları bağışlamır və bu zəncirvari davam edir, nəsildən nəsil örtülür. Və o zaman həmin insana qarşı necə davranmaq lazımdır, həm uşağa qarşı, yəni ana görür axı atanı təkrarlayır. Nə etmək lazımdır? Bunun üçün təbii ki, birinci fərqindəlik,
lazımdır. Bilsinlər ki, belə bir problemi var. Çünki biz bunun fərqində olmayana qədər bunu düzəltməyə çalışmırıq. Təbii ki, fərqində olandan sonra psixoloqa müraciət eləmək lazımdır. Ailə danışmanına müraciət eləmək lazımdır. Onlar məhz bu səbəblər üçün var və belə deyək, psixologiyanın gücünə burada doğrudan da inanmaq olur ki, müəyyən ailədən gələn sxemlər deyirik biz ona. Zəncirləri, sxemləri, mənfi inancları qırmaq üçün mütləq yeni fikir, yeni düşüncə tərzi lazımdır, öyrənək. Bunda təbii ki, adətən psixoloq tərəfindən edilir. Çoxdurmu belə uşaqlar müraciət edənlər ki, atalarından travma yaşayıblar, bilirlər ataları doğru yolda deyil, doğru addım atmayıb, amma onu təkrarlayırlar. Mən deyərdim ki, statistika gəlsək, analarından şikayət edən uşaqlar daha çoxdur və xüsusən də... Yəni, ana deyəndə şikayətləri nə olur ən çox? Analar tərəfindən düzgün rəftar görməmək, anaların nevrozu, anaların özünə dəyərsiz hiss edib, bunun uşaqlar vasitəsilə onlara aqressiya göstərərək əvəzini çıxması, anaların özünü aktuallaşdırması, özlərinin həyatı olmamağı, uşaqların həyatı üzərindən yenidən yaşamaq istəmələri və təbii ki, bunu yaxşı bir şəkildə etməyi bacarmırlar. Biz adətən fikirləşirik ki, ata modeli olaraq uşaqlar daha çox onlardan şikayət edə bilərlər, çünki ataların istənilən cəmiyyətdə daha az görürlər uşaqlar. Amma siz görsəniz, xüsusən də Azərbaycanda ana-qız münasibətləri daha çətindir. Daha konfliktlidir, daha problemlidir. Analar da axı atalardan o enerjini alırlar, mənfini və yaxud da alırlar və yaxud da müsbəti alırlar. Müsbət enerji alanda onu övlada müsbət formada ötürürlər. Mənfini alanda onu övlada mənfi enerji ötürürlər. O zaman bütün hallarda qadın enerjini kimdən alır, nədən alır? Müxtəlif ola bilər. Təbii ki, qadın var ki, onun enerji mənbəyi sadəcə özüdür. Qadın var ki, enerji mənbəyi... Nə lazım olduğunu, özü-özünə nə lazım olduğunu bilir. Cəmiyyətimizdə çox gözəl Azərbaycan qadınları var. Biz dünyanın ən gözəl xalqlarından ona görə ki, həm analıq instinktimiz çox yaxşıdır, həm də bununla bərabər iş qadını ola bilirik, özümüzü karyerada möhkəmləndirə bilirik. Çox nadir xalqlar var belə. Adətən başqa millətlərdə, olsun xristian dövlətlərində karyeraya formalaşan, ona uyğunlaşan qadınlar analıq funksiyalarını, belə deyək, unuda bilirlər. Biz bunların ikisini bir arada... Siz düşünürsünüz ki, bugün analıq hisslərimizi unuda bir çox hallarda hər kəsə aid deyil. Getmirikmi? Yoxsa hələ qoruyub saxlaya bilmişik? Ailə institutu deyilən bir deyim var. Yəni, bugün 45% əgər boşanma varsa, hansı ailədən söhbət gedə bilər, hansı ailəni qorumaqdan söhbət gedə bilər və hansı ana-ata münasibətindən söhbət gedə bilər və yeri gəlmişkən bir məqamı da vurğulayım ki, bugün efirdə tanınmış bir insan çıxır, deyir ki, mənim hacı sevgilim var, mənim uşağımın atası filan hacı, siğə yolu ilə bunlar birgədirlər və yaxud da molla kəbini ilə birgəlikləri var. Və nəticədə nə baş verir? Bəlkə də ki, o hacının həyat yoldaşının xəbəri yoxdur bu münasibətdən, bu izdivacdan. Ad da çəkmirlər. İnsanın adı yoxdur, hacı. Həmin uşaq hansı travmanı yaşayır? Əgər bir uşaq evdə ata görmürsə, gündüzlər ancaq ata, səhər mövcuddur. Axşam ata yoxdur. O zaman o uşaq hansı travmanı yaşayacaq? Ata modeli o uşaqda necə formalaşacaq? Və o ana, bayaq dediniz, indiki analar belədir. O ana o uşağa nə ötürəcək? Hansı sevgini ötürəcək? Ana burada uşağa əslində sevgi ötürə bilər. Yəni, ana ilə uşaq arasında burada... Daha çox ötürəcək sevgini əslində. Daha çox ötürə biləcək. Çünki, belə deyək, partnyor olmadığı üçün uşağa daha çox asılılıq və bağlılıq olacaq. Və nəticədə nə olur o uşaqda? O uşaq gələcəkdə əslində rol model olaraq, çünki baxın biz necə Azərbaycan dilini danışanda valideynlərimizdən öyrənirik. Hərə özünün ləhcəsi ilə danışır, onların hərəkətlərini də təkrarlayırıq. Ümumiyyətlə insanlarda aynalama neyronları var. Bu insanlara onun üçün verilib ki, onlar böyüklər təkrarlayıb yaşaya bilsinlər. Çünki ola bilər ki, böyüklərin vaxtı olmasın onlara hər şey öyrətməyə. Ona görə bu aynalama neyronları vasitəsilə biz bunları eləyirik. İndi təsəvvür edin ki, həmin uşaq görür ki, bayramlarda işə ata yanında yoxdur. Çünki ata o bir ailənin yanındadır. Məktəbə gedir, ata yanında yoxdur. Ata bundan şəkil çəkdirir, bunu paylaşmaq olmaz. Atanı xəstələnib, indi ata burada yoxdursa ona mən istədiyim vaxt zəng eləyə bilmərəm. Və s. və s. Bu ata mənə məxsusdurmu? Və sonra onun öyrəndiyi rol model nə olacaq? Ata olmaq belə imiş, çünki ana da öyrədir ki, ataya yaxşı münasibət göstər, ata ilə yaxşı davran, gələcəkdə, aha, mən də atamı çox istəyirəm, deməli ata belə olmalıymış. Və nəticədə?
Nəticədə o da yenə destruktiv atasını şəkildə təkrarlayacaq. təkrarlayacaq. Niyə bəs biz öyrətmirik o uşaqlara ki, əslində doğru bu deyil? Öyrədə bilərikmi? Ana onu öyrədə bilərmi uşağa ki, yəni doğru bu deyil. Mən yanlış etmişəm. Nə baş verər o zaman? Ana bu sözü işlətsə uşağın yanında ki, zamanında yanlış etmişəm. Seçimim yanlış olub ay uşaq. Sən məni bağışla, mən sənə atasızlığı bu formada yaşatmışam. Təbii ki, belə qadınlarımız da var. Artıq bir müddət sonra peşmançılıq çəkirlər, terapiya alırlar, özlərini tanıyırlar və başa düşürlər ki, illərdə özlərini aldadırlar. Çünki özünü aldadan insanlar adətən hamını da aldatmağa meyilli olurlar. Təbii ki, bunun içərisində öz uşağı, valideynləri gəlir. Bunun yəni profilaktikasını aparmaq istəyirsə, təbii ki, uşağı ilə danışıb bunu həll edə bilər ki, o da onu təkrarlamasın. Amma təkrarlamayacağı yenə də qarantiya deyil. Dediyim kimi, uşaq istər-istəməz öz atasını bağışlamaq üçün, ona haqq qazandırmaq üçün gedib onun hərəkətini təkrarlayır əksərən. Baxın, mən ailəliyəm. Məsələn, bir qadın ailəlidir. Normal ailəsi olan qadın efirlərə çıxıb mənim ailəm, mənim ərim, mənim ailəm belə gəldi, mənim uşağımın atası belə gəldi demir. Yəni görməmişəm. Amma bugün efirlərdən natamam ailələr görürük ki, mən uşaqlarımın atası ifadəsini işlədirlər. Və nəyi təbliğ edirlər o zaman? Normallaşdırırlarmı bu münasibətləri? Onlar sadəcə öz natamamlıq komplekslərini göstərmiş olurlar. Çünki bir insan bilirsə ki, bir şey ona məxsusdur, bunu dəfələrlə demək istəmir. Biləndə ki, yox, buna məxsus deyil, təbii ki, onu hayqıraraq demək istəyir, həm özü eşitsin, həm də ətrafı eşitdirsin. Nə baş verir ki, onda? Axı, daxilən o gecə gedib yastığa baş qoyanda bilirəm, axı, mənim deyil, başqasının yanındadır bu kişi. Oğru ilə bağırdı, doğrunun bağrı yarıldı deyə bir şey var. Baxın, bu eyni doğrudan da bu situasiyaya da aiddir. Təbii ki, başını qoyanda və yastığa tək qoyanda bir çox şeydən xəbəri olur. Amma bütün qadınlar belə deyil. Hər kəsə aid deyil. Sadəcə olaraq bilirsiniz, göz önündə olanlar insanı incidir. Əslində məqsədimiz də, açıq söhbətimiz də ona görədir ki, et, özün bilərsən, amma təbliğ etmə. Hacı sənindir, xoşbəxt olun, amma bunu göstərmə, təbliğ etmə. Məqsədimiz budur bizim. Yəni o digər ailənin uşaqlarına travmanı yaşatma. Bəlkə o uşaqlar bilmirlər. Hardasa atasının başqa bir övladının olmasını bilmək hansı hissdir bir uşaq üçün? Bir var, öncədən bilirsən, normal qəbul eləyirsən. Bir də var, illər keçir, xəbər tutursan ki, sən demə 10 il bundan öncə mənim atamın başqa bir izdivacı olub, nigahdan kənar və övladı var. Qardaşım var, bacım var, dayanıb duran yerdə qardaş-bacı sahibi olursan. Qardaş-bacı əslində elə bir məfhumdur ki, bizlə bir ailədə böyüməlidir və birdən bir uşaq bundan qarşılaşanda düzü mən indiyə qədər elə bir adam görməmişəm, buna normal münasibət bəsləsin. Çünki bir evdə belə bacı-qardaş arasında rəqabət hissi olur. Və adətən kişilərdə belə bir xarakter var. Hansı qadını çox istəyirlərsə, onun uşağını çox istəməyə meyilli olurlar. Bunu tarixi kinolara və s. də baxanda görə bilərsiniz ki, padşahların, hökmdarların sevdiyi qadından olan övladları onun üçün daha qiymətli olur. Və təbii ki, elə uşaqlar görəndə ki, başqa ananın uşağı daha qiymətlidir, hər hansı ikisindən biri, o uşaqların artıq gələcəyində çoxlu təbii ki, psixoloji sarsıntılar, pozuntular və s. olacaq. Ən gözəl münasibət hansıdır? Ən gözəl münasibətin bir formulu yoxdur. Yoxsa hər kəs bu formulanı götürüb təkrar eləyərdi, işi məziyyətə görürsünüz. Hərə öz münasibətinin, hərə özünə uyğun münasibətin formulunu axtarır. Çünki insanlar bir-birindən çox fərqli varlıqlardır. Amma ümumi götürsək, təbii ki, monogam münasibətlər, hansısı güvən, sədaqət üzərində və doğrudan da bu zaman qanunlar da sizi qoruyur. Uşaqlar da artıq sabit valideyn modelləri ilə böyüyürlər. Çünki poliqam münasibətlərdə uşaqlarda sabit valideyn modeli yoxdur. Ana obrazı durmadan dəyişir və yaxud da ata obrazı dəyişir. Bəli. Ona görə uşaqların psixoloji sağlamlığı üçün təbii ki, monogam münasibət daha əlverişlidir. Ümumiyyətlə, bir ailədə niyə başqa qadına hər zaman bir ehtiyac var? Düzdür, bugün xəyanət edən qadınlar da var və görürük. Amma keçmişdən gələn bir söz var da, xəyanət kişiyə məxsusdur.
bir çox hallarda O sözləri kim çıxardı? nənələrimiz, babalarımız, yəni qəbullanıblar bunu. Mən qəbullanmağın bəlkə də tərəfdarındayam, ailənin dağılmağının tərəfdarı deyiləm. Çünki bir yerdən sonra 5 il, 3 il bir münasibətə girən bəy bir müddətdən sonra bəlkə də anlayır ki, yanlış etmişəm, geriyə dönür. O peşmançılıq hissini yaşayır mütləq ki. Amma boşanma zamanı nə baş verir? Artıq geriyə dönüş olmur. Uşaqlar da parçalanır, ailə də parçalanır, qadın da hardasa hissləri, özgüvəni məhv olur. Niyə? Kişilər hər şeyə rəğmən, uşaqlarına rəğmən, ailəyə rəğmən, vaxtı ilə sevib aldıqları qadına rəğmən, indi də sevdikləri qadına rəğmən bəzən bir günlük əyləncəyə meyilli olurlar. Ümumiyyətlə insanın istəkləri bitmir. Libidodan da durmadan bizə impuls gəlir. Baxın, biz ancaq münasibətlərdə fərqlilik istəmirik. Yeməklərdə fərqlilik istəyirik, geyimlərdə, eyni evdə qalanda belə bir müddət sonra ev bizə darıxdırıcı gəlir. Təmir edirik. Biz bəli, təmir edirik, mebellərin yerini dəyişirik. Yəni ümumiyyətlə insan dəyişkən varlıqdır, dəyişkənliyi sevir. Biz düşünürük ki, ancaq bu partnyorlarda olur. Yox, siz baxsanız eyni paltarla bir ay gəzə bilərsinizmi? Yox, mümkün deyil. Amma keçmişdə gəzmişik də. Yenə də dəyişmək üçün Ona görə belə. də keçmişdə bu qədər xəyanət olmayıb bəlkə də. Bəli, çünki belə deyək də, dəyişmək üçün variant yox idi paltarı. Bəli. Eyni zamanda partnyorlar da indi çox əl çatandır. Həmən telefonun əlində artıq hətta nəinki öz ölkənizi, başqa ölkələrdən olan bir xanımlara da, kişilərə də nə edə bilirsiniz, sizin əliniz çatır. Bəli. Amma əvvəlki dönəmə gəlsək, bəlkə də 6 ay, 1 il lazım idi ki, bir kişi sadəcə sevdiyi qadın adını öyrənsin. Sonra bir 6 ay lazım idi ki, onun ünvanını öyrənsin və s. Yəni bir şey əl çatandırsa, insanın doymaz xarakteri təbii ki, iştahı belə deyək, başlayır qabarmağa və bunu istəyir və biləndə ki, buna görə cəza almayacaq, insan onu təbii ki, təkrarlayacaq. Məsəl üçün, əslində qadınlar da poliqamdır, amma əsrlər boyu qadınlar buna görə öldürülüb, yandırılıb, asılıb. Ona görə də qadın bilsə ki, bunun əvəzində ölümlə qutaracaq, təbii ki, bunu etməyəcək və özünə inandıracaq ki, qadınlar nədir? Monoqamdır. Amma biz təbiətə baxsaq, biz də belə deyək, primatların bir növüyük. Görürsünüz ki, bir çox belə deyək də canlılar, ümumiyyətlə poliqamdılar. Canavarlar məsələn monoqamdır. Canavarlarda belə ancaq başçılar monoqam olur. Güclü cütlük monoqam olurlar. O birislərə belə deyək də başqa şeylər icazə verilir. Onlarda gücün göstəricidir ki, iki cütlük belə deyək də bir idarə eləyə bilir müəyyən bir canavar sürüsünü. O zaman belə deyək də monoqam olmaq bir bəyin güclü olmasıdır, öz nəfsinə sahib çıxmasıdır, eyni zamanda bir qadının güclü olub nəfsinə sahib çıxmasıdır. Bəli. Maraqlıdır. Yəni biz əgər nə dərəcədə iştahımıza qalib gələ bilsək, şəxsiyyət imtinadan başlayır. Sizin verilişinizdə mən bu sözü eşitmişdim bir dəfə, mənə doğrudan da çox mənalı gəlmişdi. Yəni şəxsiyyət nə vaxt başlayır inkişaf eləməyə, imtina edə bilir öz zövqlərindən. İnsan nəfsini bastırmağı bacara bilən bir varlıqdır və bunu bacarırsa güclüdür. Bacarmırsa... O zaman bugün belə deyək də bir çoxumuz zəifləmişik, gücümüzü itirmişik. Çünki nəfsimiz qalib gəlir. Adi belə deyək də, yeməkdə belə, geyimdə belə. Evin dolabı geyimlə doludur, amma gedirik yenə də geyim axtarırıq ki, yox bunu da bəyəndim, bunu da alım. İnsanlar var ki, çörək almağa pulları ayın sonuna güclə çatır, məvaciblərin güclə çatdırırlar, amma gedib kreditə geyim alırlar. Halbuki bir köynək, bir belə deyək, donla da gəzə bilərlər. Yəni əslində ehtiyacları olmayan bir şeyə çoxlu işləyib pul qazanıb ödəyirlər, aylarla kredit ödəyirlər, özlərini əziyyətə çəkirlər və əslində belə deyək, fərqində olsalar görəcəklər ki, ona ehtiyacı da yoxdur bunun. Eyni şey münasibətlərdə də belədir. Əslində başqa qadına bəlkə də ehtiyacı yoxdur. Sadəcə insanın doymaz təbiəti deyir ki, yenə. Yəni o dediyimiz kimi impuls gəlir və onu tətmin eləmək istəyir. Bayaqları bir məqamı vurğuladınız ki, əslində qadınlar da poliqamdır. Amma belə deyək, əsrlər keçib və monoqam olublar. Bax, bunun əsas səbəbi nədir? Əslində mən bu barədə sizinlə danışmışam, bilirəm əsas səbəbi nədir, amma istəyirəm tamaşaçılarımız da bilsin ki, qadınları monoqam edən qüvvə, faktor nədir? Belə deyək, qadınlara monoqam olmaq əslində sərf edib tarix boyu. Nəyə görə? Çünki
belə deyək də 24, 25, 23 biz artıq müasir cəmiyyətik. Biz artıq öz övladlarımıza baxa bilirik, işləyirik, onlar üçün bir qida gətirə bilirik çöldən. Bəli. Ona görə də partnyora ehtiyac yoxdur. Amma insanın böyük bir təkamül yoluna baxsaq, görəcəyik ki, qadın uşağının yanında olmalı idi. Çünki uşağın süd vermə dövrünə ən azı 2 yaşına qədər qadın mütləq uşağın yanında olmalıdır. Başqa qidalar yox idi, ana südü. Bəli. Bunun üçün də bir partnyor gətirməli idi mənə qidanı. Bəli. Yəni əslində qadınlar resurslar üzərində, belə deyək, onların rəqabəti olub və bunun ən yaxşı həll yolu nədir? Mən bir kişiyə sədaqətli olum, o məni resurslarla təmin etsin. Bunun üçün nə etməliyəm? Təbii ki, kişi görməlidir ki, mən ona doğrudan da sədaqətliyəm və mən bunu durmadan nümayiş elətdirməliyəm. Çünki uşağın qadına məxsus olması bəlli bir görünür. Çünki hamiləlik prosesindən keçir. Amma atasının kim olduğu heç vaxt bəlli olmayıb tarix boyu. Bəli, DNT analizi yoxdur. Bəli, yoxdur. hal-hazırdadır bu analiz var. Və indi analiz yox idi. Bəs ata necə? Axı atada instinktiv bir proses deyil. Bunu da uşağa bağlamaq lazım idi. Bunu qadınlar nə ilə edə bilərdilər? Sevgi göstərərək, sədaqət göstərərək, bir insanın qayğısını çəkərək. Ona görə də əslində monoqam münasibət qadının sağlamlığı üçün, burada həm psixoloji sağlamlıqdan gedir, həm reproduktiv sağlamlıqdan gedir, daha əlverişlidir. Ona görə də qadınlar oldu monoqam. Bəli. Bir ifadə işlətdiniz, övladla atanı özünə bağlamaq ifadəsi. Bugünkü gündə var da, övlad dünyaya gətirirlər, atanı məcbur edirlər bir çox hallarda ki, evlənsinlər həmin qadınla, hamiləyəm deyib evləndirənlər var. O zaman burada xoşbəxt ailədən söhbət gedə bilərmi? Övlada görə ata evlənir, hansı xoşbəxt ailədən söhbət gedir və o qadını sevməyi sual altındadır. Bu, belə deyək, adətən siz dediyiniz kimi yaxşı bir hal sayılmır. Çünki sən bir insan sənə sevgi hissi olmadan bir öhdəliklər boynuna qoyaraq onunla özündən məcburi evlənməyə, belə deyək də onu, artıq başqa variantı olmur. Sən də evlənməyə məcbur olur. Amma bəzən doğrudan da uşağın bir sehirli qüvvəsi var ki, o ailəni xilas eləyə bilir, o cütlüklərin münasibətinə gözəllik qata bilir. Bunu, belə deyək də, siz real olaraq görə bilərsiniz həyatda. Əminəm ki, yanınıza xəyanətə uğrayan qadınlar gəlib, sizdən məsləhət alıblar. Nə deyirlər ilk olaraq həmin qadınlar? İlk olaraq ümumiyyətlə qadınlar inkar eləməyə çalışırlar. Ki, əslində gəlirlər ki, psixoloq ona elə bir söz desin ki, o inansın ki, bu xəyanət baş verməyib. O sadəcə, belə deyək, gözünə görünüb. Onun sadəcə xarakteri qısqancdır və belə deyək, bu halı inkar etmək üçün hər yola əl atırlar. Çünki psixikanın qəbul etdiyi bir proses deyil, ağır bir prosesdir qadın üçün. Ən incidən məqam qadını nədir xəyanətdə? Kişinin artıq gözündən düşməsimi qadının, artıq ona o gözlərlə baxmamasımı, gözəlliyini itirməsimi, artıq yaşlanmasımı? Yəni, illər keçir, insan qadın yaşlanır, belə deyək, üzündə qırışlar əmələ gəlir və ola bilər ki, daha gənc xanımlara baxır həmin bəy. Nədir, bax, o qadını incidən məqam nədir? Güzgüyə baxmağı sevmir artıq o qadın, o xəyanətdən sonra düşünürsünüz, yoxsa? Yəni, özünü mü sevmir? Özünü sevmir, yəni o baxımdan. Artıq özünü qəbullanmır, özünü çirkin hesab edir, öz güvəni düşür aşağı ailədə. Təbii ki, birinci baş qaldıran hiss dəyərsizlik hissi olur. Həmin insan hətta kompleksli insan deyilsə, axtarır özündə ki, mən görəsən nəyi səhv etdim. Birinci inkar prosesindən sonra artıq belə deyək, bu vəziyyətlə qarşılaşır və deyir ki, mən nəyi səhv etdim. Başlayır özündəki çatışmamazlıqları axtarmaq. Görəsən, görüntün pis idi, yoxsa mən ona lazım olan hissi vermədim və s. və s. Amma uzun bir prosesdən sonra hətta o qərara gəlir ki, 3 il, 5 il bunun üzərində baş yorandan sonra ki, yox, bu sadəcə həmin insanın şəxsiyyəti ilə bağlı bir problemidir. Əslində mənim heç bir çatışmazlığım o dərəcədə deyildi ki, mən ona görə başqa bir partnyor seçsin özünə. Əslində o qadının gəldiyi nəticə siz dediyinizdir. Doğrular nədir? Doğrular nədir? Kişi niyə başqa bir qadına, bayaqlarda verdim, ehtiyac duyur, bu sualı verdim bayaqlar sizə. Səbəb nədir? O qadından artıq o enerjini ala bilmir, o sevgini ala bilmir, yoxsa qadın uşaqlar arasında parçalanır. Nədir səbəb? Bunun səbəbi hər insanda fərqli ola bilər və sizə onlarla səbəb saya bilərəm ki, bunlardan ola bilər. Ən çox kişinin xəyanət etmə səbəbi, ən çox qadının yanında keçirdiyi hissdir. Ümumiyyətlə, insanları bir-birinə hiss bağlayır. Əgər hətta dostluqda da belədir, siz o dostun yanında özünüzü yaxşı hiss edirsinizsə, həmişə onu görmək istəyərsiniz.
ana atanızın yanınızda özünüzü yaxşı hiss eləyirsinizsə, onların evinə daha çox gedib gəlmək istəyəsiniz. Sevgili münasibətində də, evlilik münasibətində də belədir. Xoşbəxt olmaq. Kişi artıq yetərincə özünü kişi hiss etmir əvvəlki partnyorunun yanında. Yetərincə özün bəzən biz fikirləşirik ki, kişilərə xoş söz demək lazım deyil. Amma onların da bəzən xoş sözə, xoş münasibətə, tərifə ehtiyacları olur. Bunu təbii ki, yeni partnyor daha belə deyək, istəkli şəkildə eləyir və təbii ki, onların yanında keçirdiyi hiss onları bir-birinə bağlayır. Dəyərsizlik hissi nədir və sonradan bir qadında o hissi oyatmaq mümkündürmü? Özünü dəyərsiz hiss edən qadın o dəyər hissini sonradan necə qazana bilir? Əslində bu asan proses deyil. Dəyərsizlik hissi ümumiyyətlə bir çox sevilməyən ailələrdə böyüyən uşaqlarda olur. Fərqi yoxdur, o xəyanətə uğrayıb ya yox. Əslində əvvəldən dəyərsizlik hissi yoxdursa o insanda bir xəyanət halı gəlib onu qabartmayacaq. Müvəqqəti ola bilər, qabartsın, sonradan o geri qayıdacaq. Amma dəyərsizlik hissi artıq onda əvvəldən var idi, bir hadisə gəldi, onu qıcıqlandırdı. Təbii ki, yenidən aktivləşəcək. Bununla işləmək tələb olunur və asan deyil və hər kəsdə də uğurlu alınmır. Çünki bəzi insanlar var ki, qurban pozisiyasını seçirlər, ümumiyyətlə istəmirlər çıxsınlar bu mövqedən. Onlara qurban rolu oynamaq daha asandır, nəinki güclü olmaq. Ona görə də hər insanda fərqli olur, amma təbii ki, psixoloqlar bunun üçün var, amma insanın özünün aktiv iştirakı burada tələb olunur, öz dəyərsizlik hissini kompensasiya etmək üçün. Nə ilə adətən kompensasiya etmək olur? Adətən, belə deyək, aktivləşərək, artıq bir çox sosial bacarıqlar əldə edərək. Yəni, başqa yöndə özünü sevərək. Baxın, bəzən burada hətta biz bəzən egoist olmaq tələb olunur ki, artıq yetərincə hamıya diqqət eləmirsən, sevgi bölmüsən. Bizim xüsusilə qadınlar da var, çox fədakardırlar. Hamıya vaxt ayırıb özündən başqa. Niyə bizə uşaqlıqdan özümüzü sevməyi öyrətmirlər? Analarımız niyə bizə öyrətmir ki, özümüzü sevək? Elə doğuşdan, yaranışdan. Çünki bizim analara daha çox statistika lazımdır. Onlara rəqəm gətirək ki, bugün dərsdə neçə almışıq. Çünki statistikanı hamıya göstərə bilirlər. Bəli ki, baxın, mənim oğlum, qızım əlaçıdır və s. Amma hissləri göstərə bilməyəcək ki, bu özün yaxşı hiss eləyir, bu özün çox dəyərli hiss eləyir. Biz biraz göstəriş üçün işləyənik və qadınlarımız, analarımız xüsusən özü dəyərli deyilsə, bunu necə öyrətsin? Bunun üçün də təbii ki, dəyərli valideyn modeli lazımdır. Adətən bizdə meyillər, yeniyetmələri gətirirlər, uşaqları gətirirlər psixoloqlara, amma baxırsınız ki, ailə özü terapiya olunmalıdır. Ana düzəlməyənə qədər heç bir uşaq xoşbəxt ola bilmir. Anası xoşbəxt olmayan uşaq, yaşı neçə olursa olsun, 40 yaşına gəlsin, 50 yaşına gəlsin, tam xoşbəxtlik əldə edə bilmir. Ana nə zaman xoşbəxt olur? Çətin sualdır. Bəlkə. Ananın xoşbəxtliyi şərtlərdən asılı olaraq dəyişir. Bəzi analara sadəcə uşaqlarının sağlam olmağı xoşbəxtlik verir. Bəzilərinə uğurlu olmaq xoşbəxtlik verir. Bəzilərinə sadəcə onunla bir evdə yatmaqları uşaqların ona xoşbəxtçilik verir. Bəzən də əks cinsin nümayəndəsi ananı xoşbəxt edə bilir və ondan aldığı enerjini uşaqlara ötürür. Yəni əslində biz anaların üzərinə biraz yüklənirik, amma anaları da hər kişiyə baxanda onun qadınının demək olar ki, bilmək olur ki, vəziyyəti necədir. Əslində o qadınları da yaradanlar o kişilərdir, amma burada bir-birlərini günahlandırmaq yox, sadəcə mən nə edə bilərəm ki, bu vəziyyətdən çıxım, pozisiyasına girsələr daha yaxşı olar. Hər zaman deyirlər ki, ailədə qadından asılıdır ailənin o modeli, ailənin qorunması. Amma bütün hallarda dolayısıyla belə Fransaq görərik ki, bir yerdə mütləq ki, güclü bir kişi olmalıdır ki, o ailəni qorusun, o qadını xoşbəxt etsin və xoşbəxt qadın xoşbəxt ana olacaq, xoşbəxt övlad olacaq, xoşbəxt həyat yoldaşı olacaq və nəticədə cəmiyyətə gözəl bir ailəni bəxş edə biləcək. Mən sizinlə tam razıyam. Burada dediyimiz kimi xoşbəxtlik əslində kişi fiquru nə qədər güclü olsa, əslində kişilərin idarə etməsi qadınlardan həmişə daha yaxşı olur. Çünki onlar rasional, ağla üstünlük verirlər. Qadınlar isə emosional yanaşırlar hər prosesə. Ona görə kişi fiquru yetərincə güclü olanda dediyiniz kimi ailədə hər şeyi, amma burada güclü olanda aqressiya nəzərdə tutulmur, hökmranlıq nəzərdə tutulmur. Güclü olmaq burada şəxsiyyət olaraq güclü olmaqdan danışılır ki, o zaman ailə təbii ki, daha xoşbəxt ola bilir. Tək qadın, boşanmış qadın, heç bir sevgi həyatı olmayan qadın ümumiyyətlə xoşbəxt ola bilərmi? Övladları var. Görmüsünüz elə bir qadın. Həyat yoldaşı yoxdur. Övladlarına həsr edib özünü
və illər keçir, nə baş verir? Sonra da övladlarına baxır bəzən, peşman olur ki, mən həyatımı yaşamadım. Xoşbəxt tək qadın görmüsünüzmü bu həyatda? Düzü biraz düşündürücü sualdır. Bəzən xoşbəxt kimi, çünki görünən tək qadınlar var. Var. Amma xoşbəxtdirlərmi bu sual altındadır. Çünki insan əslində tək yaşamaq üçün dünyaya gəlməyib. İnsan mütləq bir cütü olmalıdır, bir yarı olmalıdır. Və xüsusilə yaşlı vaxtlarda insana mütləq həyat yoldaşı lazımdır. Çünki uşaqların öz həyatları olur. Onların da öz yarı olur, gedib onunla yaşamaq istəyirlər. Mən həmişə bunun tərəfdarıyam ki, ailələrini qorusunlar və yaşlı vaxtda da mütləq insana insan lazım olur. Və onlar belə deyək, əgər özlərinin bir yarı yoxdursa, həyat yoldaşı yoxdursa, mütləq artıq başlayırlar uşaqların işinə qarışmağa və belə deyək də, dolayısıyla uşaqlarına da maneçilik eləyirlər xoşbəxt olmağa. Xəyanətə uğrayan qadın bəzən qisas almaq üçün nə edir? Hansı yollar əl atır? Özü də xəyanət edə bilərmi o qadın? Edə bilər. Və bu halda xəyanətdən sonra nə baş verir? Hansı hissləri yaşayır? Bəzi qadınlar var ki, bunu doğrudan da bəyənirlər. Çünki bir qisas alma hissi kimdənsə daha üstün. Çünki sonuçda bir qadın mənə görə seçilmişdi. Mən nə edirəm? Gedir eyni səhvi təkrarlayır və başqa bir insanın belə deyək, seçdiyi bir qadın olur. Həyat yoldaşına rəğmən. Bir növ ondan qisasını alır, bir sakitləşir. Yəni hələ də məni bəyənirlər. Bəli, hələ də məni bəyənirlər, məni də başqasına atıb məni seçdilər. Çünki vaxtilə bunu mənə etmişdilər. Çox təəssüf ki, hal-hazırda cəmiyyətdə həddindən artıq çox rast gəlinir və bunlar hansı uşaqlarda əslində, hansı ki, balaca vaxtda öyrədilməyib. Nə onundur, nə onun deyil. Bəzən biz balaca uşaq gəlir evdə, hansısa oyuncağı götürüb deyir ki, buyur götür apar. Əslində bunu etməməliyik. Uşaq bilməlidir ki, nə ona aiddir, nə yox. O böyüyəndə sabah gedib başqa insanın da həyat yoldaşını götürəcək. Bilməyəcək ona aiddir, yoxsa ona aid deyil. Deməli, bacı qardaşın aid olan əşyalar hər kəsin özünə məxsus olmalıdır. Yəni, qardaş icazəsiz bacının oyuncağını götürə bilməz, bacı qardaşın oyuncağını götürə bilməz və yaxud da bəzən olur da, analar deyir, dəymə, balacadır, ağlayır, deyirik ki, dəymə, balacadır səndən, qoy o oynasın. Olmaz deməli. Ailə daxilində bu yol veriləndə, amma adətən başqa, əmi qızı gəldi, dayı uşağı gəldi və s. Yəni, gələndə onlara sərhədləri öyrənmək lazımdır ki, bu sənin evin deyilsə, bu evə aid olan əşyanı özündən apara bilmərsən. Aparmaq da istəyirsənsə, məndən icazə almalısan, mən icazə verməliyəm. Maraqlıdır. Sadiq olmaq çətindir. Düşünürəm ki, şəxsiyyət formalaşmış insan üçün çətin deyil. Çünki sadiq olmaq bir seçimdir. Xoşbəxt olmaq da əslində bir seçimdir. Siz bunu özünüz bilərəkdən, şüurlu olaraq seçirsiniz və buna əməl edirsiniz və hətta bundan zövq alırsınız getdikcə. Hansı insana ki, sadiq olmaq çətindir, bilin ki, onda mütləq bir natamamlıq kompleksi var. O bu natamamlıq kompleksini tolerə etmək üçün daha çox... Özünü təsdiq etmək üçün. Özünü təsdiq etmək üçün desək daha doğru olar. Bəli, özünü təsdiq etmək istəyir. Özünü təsdiq edə nələri itirir həmin adam? Özünü təsdiq edə əslində yenə də burada itirdiyi axırda özü olur. Xüsusən də qadınlara aiddir bu. Çünki qadınlar bir insana bağlananda onda oksitosin ifrazı daha çox olur. Artıq qadının bir neçə partnyoru olubsa, onun oksitosin ifrazı az olur və bu qadınlar üçün çox önəmli bir hormondur. Bunun yoxluğundan onlar depressiyaya düşürlər və görürsünüz ki, bunu özünüz də müşahidə edə bilərsiniz cəmiyyətdə ki, doğrudan da depressiyadadır. Heç bir dərman vasitəsilə də depressiyadan çıxıb qurtara bilmir. Çünki təbii oksitosin mənbəyini artıq itirib. Bugün efirlərdə nə çox qadın ki, yalandan gülür, yalandan xoşbəxtəm deyir. Bayaq dediyim məqam başqasının həyat yoldaşını göstərir ki, mənim həyat yoldaşımdır. Bəzən bilirsiniz, klonlar olur, üzlərindən o maskanı çıxarırlar. Görürsən ki, necə də qəmgindilər əslində. Bəli. Baxın, o maskanı onlar əsasən çıxardırlar bayramlarda. Hansı ki, başqa biri deyir ki, mənə zəng eləmə, arvad uşaq yanımda olacaq. Baxın, onlar üçün necə çətin olur. Onlara çətin olur o, belə deyək, Novruz bayramında olsun, yeni il, Ramazan bayramı olsun və s. Ən çox hələ doğum günlərində görün necə çətindir. Baxın, həmin insanın doğum günüdürsə, hətta bəzən xanımlara bunu da tövsiyə edirlər ki, baxın, görün həyat yoldaşınız doğum günündən bir gün öncə evə hədiyyə gətiribmi? Çünki belə deyək də,
əsl partnyor doğum günündə verir ona hədiyyəni. Amma kənarda bir partnyoru varsa, ya doğum gündən bir gün öncə verəcək, ya da bir gün sonra. Bütün hallarda uşaqlarımıza, bayaq dediniz, mənimdir, öyrətməliyik. Bəli, sərhədlərini Sərhədləri öyrətməliyik. Bütün hallarda uşaqlarımıza başqa nələri öyrətməliyik? Ələxüsusda qız övladlarına ki, cəmiyyətdə parçalanma baş verməsin, sadiqliyi qoruyub saxlamaq mümkün olsun. Yəni, həyat yoldaşın xəyanət edibsə, sən də mütləq gedib qisas almaq üçün xəyanət etməməlisən. Bilmirəm də, bugün bir çox şeylər var ki, efirdə açıq-aşkar bu səsləndirilir və yaxud da evlilikdən öncə oğlan qız bir-birini sevir, birgə yaşamalısan. Bax, nəyi öyrətməliyik xanımlarımıza ki, qızlarımıza ki, cəmiyyət pozulmasın, natamamlıq olmasın, insanların öz güvəni sınmasın, özünə hörməti puç olub getməsin. İlk insan özünə hörmət etməlidir. Təbii. Məncə, istir qızlarımıza, istir oğlanlarımıza birinci sevməyi öyrətməliyik. Onları sevərək öyrətməliyik. Qarşılıqlısıq sevərək. Məsəl üçün, bir uşağı biz şərtli sevsək, sən ancaq uğur qazananda mən səni sevəcəyəm. Sən ancaq gözəl görünəndə mən səni sevəcəyəm. Və s. və s. O uşaq da özünü sevməyəcək. Hər uğursuzluqda dönüb ilk elədiyi şey valideyndən öyrəndiyi özünü sevməməkdir. Ona görə biz uşaqlara əslində istənilən şərtdə, yəni uğursuz olmaq da sənin bir haqqındır. Bütün insanlar həmişə uğurlu ola bilməz. Və s. və s. Artıq insan özünü qəbullanır. İnsan özünü qəbullananda, özünü sevəndə, sevgi ilə böyüyəndə, inanın ki, ətrafa da sevgi yayır. Bunun ikinci başqa bir formulu yoxdur. Bol sevgi. Mən valideynlər də gələn deyirəm ki, bol sevgi verin. Amma elə sevgi ki, doğrudan o səmimi sevgi olsun. Eqaişcəsinə bir sevgi olmasın ki, sən rübündə 5 alassansa, mən səni çox sevəcəm. Yox, onu 3 alanda da qəbul eləyin. O kiməsə aşıq olub, gəlib üzüləndə, 10 yaşı da varsa, onun hisslərini başa düşməyə çalışın. Fərqi yoxdur, istəyir bu qızdır, bir oğlandır. O artıq evdə istəyir emosional cəhətdən başa düşüldüyünü, belə deyək, fərqində olanda uşaq, İnanın ki, onda o natamamlıq, dəyərsizlik olmur, doğrudan da müsbət şəxsi keyfiyyətlər olur həmin insanda. Böyüyəndə də? Böyüyəndə özünü də sevir, başqasını da sevir, başqasının da sevgisi onun üçün qiymətli bir şey olur.